Daşınmaz əmlak bazarında kifayət qədər evlər var ki, çıxarışı yoxdur. Bu da hüquqi cəhətdən problemlər yarada bilir. Vətəndaşın çıxarışı olarsa öz mənzilində qeydiyyata düşə, onu notarial qaydada sata, banka girov qoya bilər. Digər əmlaklarda, yeni tikili binalarda ilkin sənəd kimi şirkət tərəfindən vətəndaşa maliyyə arayışı və alqı-satqı müqaviləsi təqdim edilir ki, bu da həmin mənzilin vətəndaşa məxsus olduğunu sübut edir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Missiya TV-yə müsahibəsində deyib ki, bəlli zamandan sonra adı çəkilən yeni tikili binalardakı mənzillər də çıxarışla təmin edilir. Fərdi yaşayış evlərini nəzərə salsaq, bir zamanlar rayon icra hakimiyyətləri, bələdiyyələr, kolxoz və sovxozlar tərəflərindən vətəndaşlara fərdi yaşayış evlərini inşa etmək üçün torpaq sahələri ayrılmış. Bu torpaq sahələri sərəncam və qərarlar üzərində olmuş və həmin sərəncam və qərarlar üzərində vətəndaşlar fərdi yaşayış evləri inşa etmişdilər. Lakin həmin sərəncam və qərarlara görə inşa olunmuş yaşayış evlərinin böyük əksəriyyətinə çıxarış verilmədiyi üçün bugünə qədər bir çoxları adı çəkilən fərdi yaşayış evlərində hələ də yaşayırlar. Həmin qərarların dəyişdirilməsi isə mümkünsüzdür. Ancaq gələcəkdə onlar da çıxarışla təmin olunarsa, öz əmlaklarını istədikləri qaydada sata, digər şəxslərə bağışlaya bilərlər. Həmçinin paytaxtın mərkəzi ərazilərində Sovetlər dövründən qalan JEK evlər adlanan ərazilərdə sənədlərin böyük bir hissəsi ev kitabçası adlanır ki, kitabçada mənzilin layihəsi çəkilir və qeydiyyatda olan şəxslərin adları yazılır. Təbii ki, bu da böyük hüquq verici sənəd olmasa da, o mənzil istismar idarələri tərəfindən evlərin vətəndaşlara aid olduğunu sübut edən sənəddir. Zərintac Mayız qızı, Təbriz Qoliyev, Missiya TV.